Allah yanında din İslam'dır. Digər bir ayədə Ali İmran surəsində buyurur ki, hər kəs İslamdan başqa bir din istəsə, bir dinə meyl etsə, onun heç bir əməli qəbul olunmaz. O axirətdə zərərə uğrayanlardandır. Bu o İslamdır ki, o İslamda vilayət var. Allah vilayətlə dini kamilləşdirib, risaləti kamilləşdirib, vilayətlə risalət nemətini tamamlayıb və vilayət olan İslamı bizim üçün seçib bəyənibdir. Və ona görə hədislərimizdə var. Məsələn, İmam Baqir əleyhissalam və digər imamlarımızdan nəql olunur ki, bir adam gedə həccə, həcdə Kəbədə məqamla rükn arası deyilən bir yer var. Kəbənin qaradaş küncü olanla məqam İbrahimin arasında olan bir yer. Orada deyir 1000 il ibadət eləyə Allaha, amma bizim vilayətimizi qəbul etməyə Allah onun ibadətini qəbul etməz. Çünki Allah insandan itaət istəyir. Şeytan da bu cür idi də. İblis dedi ki, ilahi, bu Adəmə bir dənə səcdəni etməyim. Çünki mənim qüruruma sığmır ki, mən Adəmə səcd eləyim, o torpaqdan yaranmışa səcd eləyim. Onu torpaqdan, palçıqdan yaratmısan, məni oddan yaratmısan. Mən ona səcd etmək istəmirəm. Bir səcdəni etməyim, amma sənə 1000 illər səcdə edim. 1000 il başımı qaldırmayım səcdədən. Allah buyurdu ki, mənə ibadət lazım deyil, itaət lazımdır. Hər ibadət itaət deyil. Amma Allaha itaətin hər növü Allaha elə ibadətdir. Ona görə də vilayət olmayan İslam, Allahın o bəyənib seçdiyi o İslam deyil. O İslamı Allah bəyənib seçdi ki, o vilayətlə tamamlandı. Biz bu dini mətnləri oxuyub bu əqidəyə gəlmişik. Kimlərsə məsələn bizi təkfir eləyə bilər, kimlərsə bizim barəmizdə nəsə deyə bilər. Biz heç kəsi təkfir etmirik. Amma biz deyirik ki, kimlərə bu həqiqət aşkar olarsa və bu həqiqəti bilərəkdən inkar edərsə küfr etmiş olar. Çünki küfr nədir? Küfr elə həqiqətin üstünü örtməkdir, həqiqətin üstünü bastırmaqdır. İmamət dinin zəruri bir məsələsidir. Nübüvvətdən sonra imamətin olması zəruridir. Mümkün deyil ki, səma ilə insan arasındakı əlaqə bir dəfəlik kəsilsin.